Mən Nigar Nuri, mağaraya xoş gəlmisiniz. Bugün mağarada müasir dövrün ən aktual və ən ehtiyac duyulan, hər kəsin marağına səbəb olan bir məsələdən danışırıq. Elə başlıqdan da gördüyünüz kimi mövzumuz influencerlikdir. Yəni, niyə məhz influencer olmaq bu qədər marağa səbəb olur? Niyə influencer olmaq artıq bir ehtiyacdır? Buna biz peşə kimi baxmalıyıq, yoxsa özünü ifadə versiyası kimi dəyərləndirə bilərik? Elə bunların hamısına və qaranlıq tərəfi haqqında danışmaq üçün yanımda bir qonaq var. Məncə elə sözü uzatmadan keçək mövzuya. Elə influencerlik demişkən yada düşən adlardan biri də Cavid Süleymanlıdır. Harda var adı ilə çox da tanınsa da düşünürəm ki, sırf bu peşədə əvvəldən var deyə qaranlıq tərəflərinə də bələddir. Elə buna görə də influencerliyin mağarasına, yəni tam əvvəlinə gedirik. Oradan başlayaq ki, niyə gənclərin meyl elədiyi bir sahəyə çevrilib? Yəni şəxsi müşahidələriniz nə üzrədir? Mən düşünürəm ki, influencerlərin və blogerlərin özlərini çox səhv təmsil eləməyindən irəli gəlir bu Aha. və gənclərdə belə bir maraq yaradır ki, yəni sanki influencer və blogerliyə başladınsa birdən-birə zəngin olacaqsan, birdən-birə hər şey həyatını dəyişdirəcək. Özlərini səhv təmsil etməklərindən irəli gələn bir şeydir mənim fikrimcə. Yəni mən də belə düşünürəm ki, əslində burada bəzi psixoloji məqamlar da var ki, insanlar bunun fərqində olmur. Sanki boşluqdan irəli gələrək bir peşə seçirlər özlərinə və bu peşəni özlərini təmsil edirlər. Elə buna görə də mən düşünürəm ki, əgər bunu peşə olaraq seçmisənsə, bu peşə üzrə nə inkişaf elətdirmək lazımdır? Məsələn, sizin şəxsi baxmışam karyeranızı influencerlik üzrə. Sizdə texniki məsələlər də yolundadır. Diksiyanız da ki, mən belə qiymətləndirirəm ki, yaxşıdır. Yəni hamısı bir-birini tamamlayır bir növ. Amma tutalım bu gün bir gənc var, yeniyetməlikdən yeni çıxıb. Bu insanın əlində texniki biliklər orta səviyyədə, diksiya da ortadır. Bu insan nədən başlamalıdır ki, uğurlu olsun? Kontentmi yaxşı olmalıdır, yoxsa diksiya mı? Əgər sıfırdan başlamaqdan söhbət ediriksə, mən birdən-birə heç bir Azərbaycan gəncinə deyə bilmərəm ki, sən influencerliyə və ya blogerliyə başla. Yəni bunu mən özümə heç vaxt sığışdırmaram. Hər zaman soruşan olanda da deyirəm ki, birinci özünüzə bir karyera qurun. Müəyyən bir ixtisasınız mütləq şəkildə olmalıdır. Çünki heç bir blogerin, heç bir influencerin bloger və yaxud influencer olaraq heç bir savadlı şəxslərin yanında hörmətləri yoxdur. Yəni onların hörmətləri yalnız ola bilər blogerlər və influencerlər arasında. Amma müəllimlərin olduğu masada, həkimlərin olduğu masada heç bir blogerin hörməti yoxdur. Ona görə də mən özümü heç vaxt bloger deyə xitab eləmirəm. Düzdür, insanlar belə xitab eləyirlərsə, mən onun yəni çox dərinə getmirəm. Mən marketoloqam ixtisasçı, mənim bir ixtisasım var və bütün gənclərə də onu məsləhət görürəm ki, öz ixtisasınız üzərində çalışın, öz karyeranız üzərində çalışın ki, bir baza qurasınız, bir kökünüz olsun. Ondan sonra artıq özünüzü sosial mediada ifadə etmək üçün başlaya bilərsiniz. Və sualınız da belədir ki, texniki tərəfimi olsun, yoxsa diksiya tərəfimi olsun. Mənə gəlir ki, təcrübə artıq onların hamısını sizə öyrədəcək. Misal üçün, mən təzə başlayanda belə kameranın qarşısında çox da yaxşı danışa bilmirdim. İnkişaf elətdirmisiniz. Bəli. Məşq eləyə artıq insan inkişaf elətdirir. Yəni ona görə öz bazanızı qurandan sonra sosial media üzərində çalışmaqla da daha da inkişaf elətdirə bilərsiniz özünüzü. Mən belə görürəm ki, əslində müəyyən qaynaqlar var ki, hazırda hələ süni intellektin daha çox tanındığı, məşhur olduğu bir dövrdə isə insanlar sanki qaynaqlardan yararlanmır, istəyirlər ki, hazır bir məhsul gəlsin və ya hansısa kimsə seminarına getsin, mən o seminarda oldum, öyrəndim. Bunu mən soruşmaq istəyirdim ki, toxundunuz ki, mən öz danışığımı inkişaf elətdirdim. Siz necə inkişaf elətdirmisiniz? Yəni məsələn, texniki biliklər olsun, sıfırdan bir gənc özünü necə inkişaf elətdirə bilər daha tez? Əslində mənə bu sual çox gəlir ki, seminarlara gedimmi, kurslara gedimmi? Evdə özün öyrənə bilərsən, amma evdə özün öyrənmək üçün böyük bir iradə lazımdır. İradə lazımdır ki, sən artıq divandan ayağa durasan, keçəsən kompüter qarşısına və masa qarşısına, bəli. Əgər həvəs yaradacaqsa, məsləhət görürəm seminarlara, kurslara getməyi. Əgər o elə bil ki, atəşin qığılcımını yaradacaqsa, sən onun üzərində düşəcəksənsə məsləhət görürəm. Amma təbii ki, bunu evdə də eləmək olar. Yəni mən özüm hamısını, yəni bu mənim ixtisasım olduğuna görə marketoloq və mən ümumiyyətlə influencerlər üzrə mütəxəssis idim. Yəni daha əvvəl də bu haqda danışmışam. Mən özüm bu cür videolar paylaşmamışdan əvvəl mən influencerlərlə, blogerlərlə işləyirdim. Ondan sonra artıq gördüm ki, belə bir tələbat var, belə bir dar sahə var. Mən də özümlə başladım və onda da texniki olaraq, yəni mən deməzdim ki, video çəkmək qabiliyyətlərim əla idi. Diksiya qabiliyyətim, qeyd etdiyim kimi mən heç kameranın qarşısında danışa bilmirdim.
getdikcə öyrətdim özümə, məşq elədim və öyrəndim. Yəni öyrənə bilinən bir şeydir. İnsanlar bəli. var ki, mənim özümə də deyirlər ki, siz çox rahat danışırsınız, məsələn, kamera qarşısına və s. Mən belə düşünürəm ki, hər şey bizim gündəlik həyatımızdan başlayır. Məsələn, aparıcılıq fəaliyyətim üzrə onu deyə bilərəm ki, hamımızın dilində müəyyən parazit sözlər var ki, rus dilindən keçmə sözlər, ingiliscə və s. O sözləri gündəlik dildən çıxardanda da istər-istəməz sosial şəbəkədəki yansıyır, yəni oradakı danışıqlara. Buna görə də düşünürəm siz də təsdiqlərsiniz ki, hər şey gündəlik mənimizdən başlayır. Müəyyən bir obraz yaradıb ora onsuz da girəndə, sosial şəbəkədə obraz olanda axır əvvəl özümüz ortaya çıxır. Elə obraz demişkən istərdim bundan danışaq ki, buna bəs necə yanaşırsınız? İnsanlar var ki, sosial şəbəkədə müəyyən bir obrazları var. O obrazın o olduğuna inandırıblar, amma realda elə biri deyillər. Sizcə belə bir fəaliyyət uğurlu olarmı? İndi o sizin intellektlə yaradılan xarakterlər var ya, ona oxşayır düzdür. Buna necə yanaşırsınız? Baxır obrazı nə dərəcədə həqiqəti əks etdirir. Misal üçün mənim obrazım o ola bilər ki, mən xasiyyətcə əslində utancaq və introvert bir insanam. Bəli. Çıxım gedim misal üçün marketdə biz təzəlikcə video çəkmişik. Marketin ortasında videoqrafla gəzirəm, alış-veriş eləyirəm. Bunu mən əvvəllər heç vaxt yəni edə bilməzdim. Amma artıq yəni mən özümdə sanki bir düymədir. Düyməni basıram və birdən-birə sosial insan oluram və videolarımı elə çəkirəm. Yəni mənim obrazım budur. Amma kimlərsə saxta bir həyat göstərirlərsə, kimlərsə yaşamadığı bir həyatı göstərirlərsə, bu tamamilə səhv məncə qınanılacaq bir əlamətdir. O zaman bu öz inkişafdan başlayır da bu da. Elə bir ki, öz üstünüzdə işləyirsiniz ki, mən bu gün belə olmağa məcbur edirəm, belə olacağam və uğurlu da alınır. Bəli, təcrübə, yalnız təcrübə. Heç olubmu ki, demisiniz ki, mən niyə özümü buna məcbur eləyirəm, bəlkə də əslində bundan imtina eləməliyəm. Çünki sosial şəbəkə ilə iç-içə olan insanlarda bu bəzən olur, tükənmişlik sendromu. Bəli, çox olur tükənmişlik sendromu. Necə mübarizə sendromu. aparırsınız bununla? Şəxsi həyatımı sosial mediaya qarışdırmamaqla belə bir mübarizə aparıram ki, yəni özümə xatırladıram ki, sosial media sanki bir ofisdir. Mən ofisə gəldimsə, bəli, işimdir, bura mənim. Ona görə də heç vaxt şəxsi həyatımı qarışdırmıram. Mən ümumiyyətlə ailəm haqqında belə paylaşmıram. Fərqindəyəm onun, soruşurlar hətta. Bəli, ümumiyyətlə emosiyalarımı da paylaşanda izləyicilərlə maksimum dərəcədə səmimi olmağa çalışanda belə bir limit qoyuram ki, nəyisə toxunacaq. Məsəl üçün mən hansısa bir məhsul bu fincanı paylaşdım. Bu fincan haqqında deyiləcək pis söz mənə toxunmayacaq. Amma müəyyən cəhətlərim haqqında deyiləcək sözlər toxuna bilər mənə. Çünki mən bir insanam. Ona görə mütləq şəkildə düşünürəm ki, limit qoymaq lazımdır ki, özünü tam çılpaqlığı ilə orada təqdim etməyəsən. Onda belə bir qənaətə gəlirik ki, əgər influencer olmaq istəyən gənclər bizi izləyirsə, limit olmalıdır, şəxsi həyat paylaşılmamalıdır. Amma belə bir şey də var ki, xüsusən xanımları dırnaq içində yoldan çıxardan bir məsələdir ki, bu şəxsi həyat nə qədər paylaşılırsa, nə qədər o gül, çiçək buketləri paylaşılırsa, o qədər də statistika yüksəlir. Bəli. Onu yəni eləmək o zaman o doğru. Mən demirəm ki, onu eləməyin. Sadəcə yəni onun da bir üslubu var, onun da bir mədəniyyəti var. Təqdim eləmə üsulu var. Bəli. Yəni biz sosial mediada çox görürük ki, bu yaxınlarda mənə çox göndərirdilər bir influencerin səhifəsini ki, hansısa şirkət ona hədiyyə göndərib və o elə bir rol qrup ki, güya onu həyat yoldaşı ona alıb gətirir. O çoxdur, onu mən dəyişdirəm. Bəli, o həyat yəni bu bilmirəm onun etik çərçivədə necə demək olar. Çox böyük bir biabırçılıqdır yəni. İnsanları izləyiciləri axmaq yerinə qoymaqdır da, yəni. Etik reklam deyil də. Bəli, sosial mediada nəyisə şişirtmək olar. Bütün marketinqdə belə bir şey var. Məsəl üçün endirim varsa 40% deyirsiniz ki, möhtəşəm endirim. Bu qəbul olunan bir şeydir. Amma yalan danışmaq, sıfırdan artıq bir şeylər uydurmaq, bu yəni səni izləyən izləyicilər insandırlar. Onların özünə hörməti var, onların ailəsi var, həyatı var. Onlar üzr istəyirəm ifadəmə görə, qoyun sürüsü deyirlər ki, yəni bu dərəcədə yalan danışasanlar. Çox gözəl yerə toxundunuz əslində. Bu yeni qanunlardan düşünürəm siz daha çox içindəsiniz artıq bu məsələnin. İlk hamıya qəribə gəldi ki, niyə rəqəmsal platforma təsirçisi adı verirlər influencerlərə və sınamadığı məhsulu paylaşmaq qadağan olur səhv eləmirəmsə. Bir də ki, əgər videoda filtr varsa, onu izləyicilərə bildirməlidir ki, burada müəyyən bir filtr var, bundan istifadə eləmişəm. Çox insan mənə yazdı ki, reaksiya nədir, qınamaq lazımdır. Mən düşünürəm ki, yox, mən də sizin kimi düşünürəm ki, insanları aldatmaq mənə görə cinayətə bərabər
bir şeydir. Hı -hı. Çünki qarşındakının iradəsindən bir növ istifadə edirsən və onu yönləndirmə edirsən ki, məndə var. Sən o onda effekt verməsə, ümidsizlik ola bilər və daha sonra güvənməyə bilər. Tamamilə Elə haqlısınız. Bəli. izləyicilərdən danışmışkən düşünürəm ki, Azərbaycan izləyici kütləsindən də danışaq ki, hansı kontentə meyllidirlər? Biz necə influencer ola bilərik ki, Azərbaycanlı kütlə bizi sevsin? Ümumiyyətlə sevməlidir kütlə bizi, yoxsa bunu çox da düşünməməliyik? Belə bir ümumiyyətlə həm siyasətdə, həm mədəniyyətdə belə bir ifadə var ki, hamı səni sevirsə, deməli sən ikiyüzlüsən. Bəli, Çünki eşitmişəm onu. bu bir nəfərin yanında başqa cür danışırsan, başqa nəfərin yanında başqa cür danışırsan və beləliklə hamı səni sevir. Əgər ağzından səmimi bir söz çıxdısa, səmimi bir ifadə bildirdinsə, avtomatik 50% itirdinsə. Yəni ona çox fikir vermək olmaz. Amma Azərbaycan kütləsi mən deyərdim ki, daha çox şəxsi həyata meyllidir. Bəli. Emosional bağlılığa meyllidir və bunu da düzgün istifadə etmək lazımdır. Yəni onun da hilələri var. Yəni mən özüm də onu kənara yazıram, qoyuram ki, bir hilə vərəqi olaraq gələn dəfə videolarımda necə istifadə edeyim ki, siyahınız var hətta. Bəli, bəli. Bu hilələri necə istifadə edeyim ki, video yaxşı tutsun. Yəni baxın, mən belə bir misal verim sizə. Misal üçün hansısa bir parfüm paylaşa bilərsiniz. Bu parfümü deyə bilərsiniz ki, bu Gucci markasının tanınmış parfümüdür. Bu video kontentə marağı olacaq, parfümə marağı olan insanlar. Hə, artıq kütlə ayrıldı bir hissəyə. Parfümə, bəli, dar bir sahə olacaq. Parfümə marağı olan insanlar izləyəcək o videonu. Amma siz desəz ki, misal üçün Aygün Kazımovanın istifadə etdiyi bahalı parfüm. Artıq siz daha böyük bir kütləyə xitab etmiş olacaqsınız. Kazımovanın da fanları artıq yönəldi. Təkcə onun fanları yox, bütün ölkə olaraq insanlarda maraq yaradacaq deyə. Çünki onlar şəxsi həyata çox maraqlıdırlar bizdə. Və yəni belə hilələr də var, onlardan düzgün istifadə etmək lazımdır. Başa düşdüm. O zaman strategiya varsa uğurlu izləmə. Siz həmişə vurğulayırsınız ki, sizdə elə sırf burada olma səbəbiniz də düşünürəm ki, bu influencerlər çoxdur. Hər cürəsi, hər növ, hər adda. Bu dəqiqə yəni bir zamanlar Azərbaycan psixoloqla dizayner çox idi. İndi bu ikisi qalıb arxada, influencerlər birinci yerdədir. Hər formada var, amma mən həssaslıqla həmişə yanaşıram ki, öz əməyinə yüksələn insanlar düşünürəm ki, olduğu nöqtənin daha çox qədrini bilir. Həm də belə bir şey var ki, deyir ki, o yavaş-yavaş artan şöhrət insanda xarakter yaradır. Amma anidən artan şöhrət isə biraz xoş olmayan məsələlərə səbəb ola bilər. O bir illüziyadır, o əsl şöhrət deyil ki o. Keçicidir bir növ. Bəli, bir illüziyadır. Sən düşünürsən ki, bir müəyyən şəxslər səni tanıyırsan, ulduzsan, heç də elə deyil. Ulduz olmaq deməkdir ki, hansısa bir peşəni ortaya qoyursan. Baxın, ulduz biz deyə bilərik Flora Kərimovaya, ulduz biz deyə bilərik Eyüp Yaqubova, Azərbaycanın misal üçün ifaçılarına və yaxud başqa hansı öz iş bazası olan aktyorlara, aktrisalara, sənət adamlarına biz ulduz deyə bilərik. Yoxsa TikTok sosial şəbəkəsində şit hərəkətlər, bayağı hərəkətlər eləməklə baxış sayı almaq o demək deyil ki, ulduz olmaq. Yəni o bir illüziyadır. Ona görə insan heç vaxt öz kökünü itirməməlidir və hardan gəldiyini xatırlamalıdır və bilməlidir ki, yəni bu ulduzluq 5 dəqiqəlik ulduzluqdur. Reallıq deyil. Çox gözəl. Siz bayaq həm də vurğuladınız ki, müəyyən bir peşəsi olmalıdır adamın. Mən belə düşünürəm ki, influencer belə olsa, çünki o bayaq da dediyim kimi rəqəmsal platforma təsirçisi. Əgər sən bir şeyə, bir insana, bir canlıya təsir edirsənsə, sənin yaşamışlığın olmalıdır. Mən baxıram indi dəhşət gənclər var. Düzdür, mən özüm də bəlkə də bu sahə üçün çox gəncəm. Çox gənc insanlar var ki, bunlar həyatı yeni dərk edirlər, amma həyatla bağlı bəzi paylaşımlar edirlər. Və onları da izləyən, pərəstişkarı olan insanlar elə bilir ki, həyat onun dediyi kimidir. Amma bilmir ki, bunun yaş həddi, həyat təcrübəsi azdır. Yəni səhv yönləndirmə, səhv təsirçi rolunda olurlar həmin an. Haqlısınız, bəli. Elə bu anda belə bir sual ortaya çıxır ki, psixoloji olaraq, influencer olaraq nəyə hazır olmaq lazım? Məsələn, siz 2-3 il əvvəlki özünüzə nəyi deyərdiniz ki, buna hazır ol? İnsanlara nəyi deyə bilərik ki, influencer olacaqsansa, bu bilgi səni gözləyir? Mən onu deyərdim ki, baxış sayı üçün heç vaxt öz dəyərlərindən vaz keçmə. Baxın, əsas. Mən hər zaman onu deyirəm ki, baxın, mənim kontentim hər şeyi alış-verişdən başlayır, yemək videolarına qədər hamısı var mənim kontentimdə. Deməzdim ki, çox dərin bir, yəni ki, çox belə alim professorların paylaşdığı bir mövzudur. Xeyr. Amma mənə ən çox gələn suallar çöldə məni görəndə, ümumiyyətlə mənim mesaj qutuma gələn mesajlar demək olar ki, əksəriyyəti təhsil barəsindədir. Yəni mən sevinirəm ki, mən demək olar ki, bütün videolarımda elə bir şəxs olaraq özümü təqdim eləmişəm ki,
hər zaman təhsilə yönləndirilən bir insan olaraq və insanlar da məni artıq belə tanıyırlar və mən düşünürəm ki, elə özümə 3 il bundan əvvəlki özümə onu deyərdim ki, heç vaxt öz dəyərlərindən vaz keçmə və baxış sayına görə özünü alçaltma, özünü olduğun kimi təqdim et. Elə. Məsələn, elədiyiniz hər hansı bir səhv olubmu ki, tutalım ki, izləyiciyə anidən reaksiya vermək, o heyterlərə, Bəli. bəylərə olubmu? Olur. Necə Çünki reaksiya mən bir vermək? insanam. Aha. Yəni biz daşdan deyilik ki, reaksiya verməkdir. Olur, Hı. bəzən insanın bəzən onu bilə-bilə provokasiya eləyirlər də. Məsəl üçün hansısa əməkdaşlıq videosu paylaşırsan, bilə-bilə nəyisə səhv deyirlər ki, sanki məni gözdən salmaq üçün. Hə. Sanki məsəl üçün mən bu yaxınlarda bir market alış-veriş eləmişdim və orada ucuz məhsulları göstərmişdim ki, məsəl üçün 20 manata marketdən bunları almaq olar. Hı -hı. Bir nəfər gəlib yazmışdı ki, siz özünüz onu almırsınız axı. Niyə yalandan paylaşırsınız bunu? Mən istədim ona belə bir reaksiya verim ki, mən almıram, amma mən insanlara göstərirəm ki, onu ala Ala bilən bilərsən. insan, yəni büdcəsi aşağı olan insanlar var. Bu bir. İkincisi mən sosial mediada siz məni influencer, bloger kimi tanıyırsınızsa, o demək deyil ki, mən milyonerəm, milyarderəm. Mənim də nə vaxtsa maddi vəziyyətim aşağı düşüb, belə bir şey ala bilərəm. Elə bir illüziya yaranıb ki, sanki blogerlər onlar çox zəngindirlər. Halbuki bu tamamilə yəni yanlış bir anlayışdır. Mənə qəribə gələn odur ki, siz həmişə o fake məhsullara toxunursunuz, Bəli. blogerlərin orijinal kimi təqdim elədiyi, amma fake çıxan. Hı -hı. Tutalım ki, mən adi bir köynək olsun, markası olmayan, hər hansı sadə bir şey geyinirəm. Bir izləyici mənə əvvəllər bu xüsusən influencer olmağa meylli olduğum vaxtlar mənə belə mesajlar gəlirdi ki, səndən gözləməzdim, sən bu köynəyi geyinmisən. Yəni sizin fikrinizi dəstəkləyərək onu demək istəyirəm ki, insanlar səhv bir şey formalaşdırıb ki, hə bu influencerdirsə, bunda hər şeyin orijinalı var. Bəli. Mən əgər onu mən orijinalam deyib fake sizə təqdim eləmirəmsə, burada belə bir problem yoxdur. Tamamilə haqlısınız. Fake məhsullar geyməkdə də mən düşünürəm ki, biz Azərbaycanda yaşayırıqsa burada aid bir şey yoxdur. Məsəl üçün düzdür, onun etik tərəfi var ki, hansısa dizaynerlərin əl işini fake geyinmək və s. amma biz Azərbaycanda yaşayırıqsa, cəmiyyətdə çox da fikir verilmirsə bunlara, məncə ayıb deyil. Ayıb olan isə onun fake geyinib, onu orijinal olaraq təqdim eləyib. Qutusunu filan da tapanlar var, hətta Çünki oxşadanlar onun hamısını var. birəbir gətirirlər. Binə Sədərək Ticarət Mərkəzində hamısı var. Mən kökünə qədər gedib çıxmışam onların hamısını. A-klass deyirlər özləri. Bəli. Yəni elə göstərirlər ki, sanki bunlar çox zəngin həyat tərzi yaşayırlar. Hermes çantası var, məsəl üçün bilirsiniz, mən tez-tez toxunuram. Bu çantanın qiyməti 40-50 min dollardır. O çantanı bizim blogerlər mən 100% əminəm ki, onun orijinalını istifadə eləmirlər. Amma özlərini elə təqdim edirlər ki, güya onlar bundan istifadə edirlər və insanlarda səhv bir fikir yaranır və təbii ki, hamıda yox, həyatı başa düşən, təhsilli, savadlı insanlarda bu fikir yaranmır. Həyata yeni başlayan gənclərdə belə bir fikir yaranır ki, hansı ki, o da öz karyeralarını, öz işlərini o soyudur. Bu sizcə nədən irəli gəlir? Məsələn, mənim olmayan çantanı mən ya da ətrafımda elə bir çox şükür ki, psixologiyada bir də yoxdur. Düşünürəm, şübhəsiz ki, siz də elə deyilsiniz. Mən niyə axı bu məsələn mənim deyilsə, mən deyim ki, bu mənimdir, mənə bu orijinaldır, mənə bunu filan kəs verib. Bu yenə də istəyirəm ki, bunun psixoloji tərəflərinə toxunaq. Çünki bu psixologiyanın içindən gələn birisiz, demirəm elə olmuş, amma var da sferada da indi hər sektorun pisi də var, yaxşısı da var. Necə qiymətləndirirsiniz? Mənə elə gəlir ki, bu daxili boşluqdan yaranan bir şeydir. Və düşünürəm ki, bizim hamımızın içində daxili boşluq var və onu biz düzgün yollarla doldura bilərik. Məsəl üçün mənə kimlərsə işimdə mütəxəssis biri olaraq görməyibsə nə vaxtsa və mənim daxilimdə belə bir boşluq varsa, mən istəyirəm ki, özümü insanlara elə təqdim edeyim ki, və öz üzərimdə işləyim ki, insanlar məni öz üzərimdə işləyən bir mütəxəssis olaraq tanısınlar. Yəni öz işimdə professional olan bir şəxs olaraq tanısınlar. Yoxsa qondarma, geydirmə məhsullarla yox. Yəni bu özünü ucuz satmağın ən aşağı yoludur da. Özünü layiq görməkdən də asılıdır məncə. Bəli. Elə bil ki, məni işimdən yox, məhsulundan tanısınlar. O çantanı taxan qız kimi tanısınlar, işimdən yox. Bu düşünürəm ki, dəyərsizlikdən irəli gələn bir şey. Bəli. Odur ki, əsas odur ki, özünüzü nəyə layiq gördüyünüzə də diqqət etmək lazımdır. Tək bloger kimi yox, ümumiyyətlə gündəlik həyatda da. Bundan əlavə siz dediniz ki, marketinq. Mən düşünürəm ki, marketinq bazası olan bir insan tək influencerlikdə yox, təqdim etmə, reklam bacarığı təbii olaraq yüksəkdir deyə o insan həmişə çörək tapır.
Ki düşünürəm tapırsınız da, Və tapmısınız da, çörəyini yemisiniz bunun. Bəli. Keyfiyyətli kontent üçün nələri bilməliyik? Məsələn, təqdim eləmə bacarığımızda bəsit olsa da ilk qanunlar hansıdır ki, məsələn, bu tək bloger kimi yox, gündəlik həyatımıza da lazım olur ki, nəyisə kiməsə özümüzü təqdim eləyəndə, Bəli. yeni bir insanla tanış olanda, həyatın məncə hər yerində marketinq var. Fərqinə deyilik. Əsas nəyi bilməliyik bu üzrə? Bu əslində çox dərin bir mövzudur. Yəni buna mən seminar belə hazırlamağı fikirləşirəm. Nə Çünki gözəl. videonu özünü təqdim eləmə bacarığı, kontenti təqdim etmə bacarığı. Aha. Baxın mən həmişə bu misalı verirəm. Məsəl üçün Titanic filmində dünyanın ən çox tanınmış filmlərindən biridir. Orada filmin başlanğıcında nə görürsüz? Sevgi hekayəsi görürsüz? Xeyr. Orada gəminin batmış halını görürsüz və insanlarda artıq bir gözlənti yaranır ki, bu gəmi necə batacaq, necə olacaq ki, batacaq və o gəminin batmağını gözləyənə qədər onlar sevgi hekayəsi ilə də tanış olurlar, gəminin içərisi ilə də tanış olurlar. Baxın, bu marketinqdə istifadə olunan bir taktikadır. Məsəl üçün, videonun əvvəlində son nəticəni göstərmək və yaxud qeyri-adi bir şey göstərmək və insanların gözləntisini yaratmaq. Bu o taktikalardan biridir. Yəni bunun texniki tərəfləri çox. Amma ümumi danışanda mən deyərdim ki, maksimum dərəcədə səmimi olmaq lazımdır ki, insanlarda artıq bu səmimiyyət düşüncəsi yaransın ki, sənə güvənsinlər. Mən belə düşündüm ki, birinci qanun sual yaratmaqdır. Bəli, bəli. Sual yaranmalıdır. İkinci isə odur ki, səmimi. Mən səmimiliklə çox razıyam. Çünki özümüzü gördüyümüz hər şeyə biz əslində meylli oluruq. Bəli. Nifrət elədiyimiz insanlar belə düşünürəm ki, biz onda özümüzü görürük. Mən nifrətlə bağlı bir ara çox araşdırma edirdim ki, insan niyə nifrət edir də? Əslində nifrətin mənbəyində bizim o insana meyliliyimiz var. Çünki Bəli. özümüzü, öz əksimizi. Nifrətə də ona görə gəldim ki, səmimiyyət, yəni özümüzü gördüyümüz hər şeyi, izlədiyimiz serialda belə bəlkə də özümüzü görürük, ona görə sevdiyimiz seriallardan birinə çeviririk. Düşünürəm ki, biz bayaqdan influencer olmağın maraqlı tərəflərini, qaranlıq yönlərini, bir də ki, biraz qəbul eləmədiyimiz tərəflərinə də getdik ki, necə baxmaq lazımdır izləyicilərlə davranış modelinə və s. Amma türklərin məşhur belə bir cümləsi var. Artıq Azərbaycanda da yetərincə məşhurdur ki, coğrafiya qədərdir. Yəni ki, bizim doğulduğumuz region bizim bir növ taleyimizə rol oynayır. Elə doğulduğumuz regionu, yəni Azərbaycanı nəzərə alaraq bu sualı sizə vermək istəyirəm ki, Azərbaycanda influencer olmağın çətin tərəfləri nədir? Öz müşahidələriniz, təcrübələriniz və ümumiləşdirib deyə bilərsiniz. Hamının öz prinsiplərinə görə çətin tərəfləri var. Məsəl üçün mənim üçün çətin tərəf ondan ibarətdir ki, mən videoqrafla işləyirəm, videoqrafa ödəniş eləyirəm, keyfiyyətli kontent çıxartmağa çalışıram, hesablayıram, ölçürəm, biçirəm ki, necə olsun ki, mənim videom həm keyfiyyətli alınsın, həm də ki, insanlar tərəfindən baxılsın, bəyənilsin. Bu qədər araşdırma eləyirəm və saatlarla vaxt xərclənir, pul xərclənir video üçün və sonda yaxşı nəticə almayanda. Amma məsəl üçün başqa bir şəxslər TikTok sosial şəbəkəsində, Instagram sosial şəbəkəsində öz şəxsi həyatını bütün çılpaqlığı ilə paylaşanda, buketləri bir qoyuruq bir kənara. Məsəl üçün ailə problemlərini açıb paylaşanda artıq vurur çıxır milyonlarla baxışa. Mənim üçün neqativ tərəfi bundan ibarətdir ki, yəni onlarla mübarizə aparıram mən. Yəni mən bu bir marafonsa mən çiynimdə daşlarla qaçıram. Yəni o barədə. Başqa insanlar üçün müxtəlif problemlər ola bilər. Amma kontentini keyfiyyətli saxlayan və öz xəttlərindən kənara çıxmayan insanlar üçün problem məncə budur. Bəs mən belə düşünürəm ki, Azərbaycanda əksərən gənclərlə şikayət etdiyi bəzi maddi məsələlər var ki, əməkdaşlıq olsun, videoqrafa ödəniş ayırmaq olsun. Hətta mən adam tanıyıram ki, videoqrafın qabiliyyətini, bacarıqlarını öyrənib ki, öz-özünə tətbiq edir ki, tək ki pulum çıxmasın. Bunu necə maddi idarə etməni necə idarə edirsiniz? Yəni müəyyən bir şeylərdən qısıtlayırsınızmı, yoxsa bərabər? Bu arada maddiyyatınızı soruşmuram. Sual yanlış anlaşılmasın. Sadəcə o bölməyiniz mənə maraqlıdır ki, bu qədər disiplin, yoxsa bir sirri var? İnsan təcrübə yaşadıkca öyrənir. Yəni maddiyyatı soruşa bilərsiniz. Düzdür, mən rəqəmlər açıqlamayacağam. Mən də xoşlanmıram. Amma Azərbaycanda yəni ən tələbatlı proyektlərdən biri də harada var. Yəni özümü tərifləmək kimi çıxmasın. Yəni səhifəmdə də əməkdaşlıq etdiyim şirkətləri görə bilərsiniz. Bilirsiniz nəyə görə? Çünki onlar məndə keyfiyyət və səviyyə çərçivəsini gördüklərinə görə, ona görə daimi əməkdaşlıq edirlər məndən. Büdcə planlamasına gəldikdə isə misal üçün elə olur ki, mən videoqrafı çağırıram, videoqrafla işlədiyim gün çalışıram ki, bir neçə videonu birdən çəkim. Siz bir günə salırsınız. Amma mən onu qeyd edim ki, mənim özümün də montaj etmə qabiliyyətlərim var.
Yəni mən pul qazandıqca xəstə eləmirəm, onu xərcləyirəm. İşin mətbəxindən gəlir sizdə Bəli, ona bəli, görə. bəli. Elə olanda mən düşünürəm ki, bəzi məsələn müdir, lider rolunda olan şəxslər var ki, məsələn sən əgər restoran müdiri olmaq istəyirsənsə, mən belə iddia edirəm ki, sən mütləq süfrəçi işləməyi bilməlisən. Sən xidmət sahəsində olmasan, bir qonağının davranışı bilməlisən. Ayrıca ümumiyyətlə işçi olmağa o qədər artıq üstdən aşağı baxırlar ki, bilirəm siz də bununla qarşılaşmısınız. Bəli, bəli. Sən lider rolunda olmalısansa, aşağıdan başlamalısan, mətbəxindən gəlməlisən. Bəli. Siz də düşünürəm mətbəxindən gəlirsiniz deyə işçi ilə də empatiya duyğunuz var. Evet. Çünki empatiya olmayanda da iş bu qədər düşünürəm ki, uğurlu olmur. Bundan əlavə uğurlu kontent var tutalım, texnika, hər şey yolundadır. Amma biz izləyici ilə necə davranaq bilmirik. Tutalım elə insanlar tanıyıram ki, ətrafımdan izləyici ilə dəhşət səmimidirlər. Və mənə görə nə çox səmimi olmaq lazımdır, nə də soyuq. O qızıl orta nədir sizə görə? Qızıl orta öz izləyici kütləni tanımaqdır. Hə. Sən bilirsən ki, səni izləyən kütlə kimdir. Məsəl üçün mən xaricdən alış-veriş paylaşanda kifayət qədər ona reaksiya duyulursa, müəyyən dərəcədə mən bilirəm ki, mənim izləyici kütləm kimdir. Kompüteri açmağı bacaran insanlar, yəni orada nəyisə sifariş verməyi bacaran insanlar. Məsəl üçün elə TikTok sosial şəbəkəsində görürük də, elə Instagramın özündə də elə kontent yaradıcılar var ki, onlar söyüş söyürlər. Vulqar sözlərdən istifadə edirlər. Öz izləyicisinə də o xoşdur. O onu pozitiv bir şey olaraq qəbul edir. Səmimi kimi görür. Bəli, bəli. Deyir ki, halal olsun ki, sənə açıq danışan adamsan. Tərbiyəsizliyi, mədəniyyətsizliyi səmimilik olaraq görürlər. Yəni onun öz kütləsi odur. Mən bir psixoloqla bizim buraxılışımız olmuşdu. Belə bir şey var ki, öyrənilmiş, biz düzdür sevgi modelindən danışırıq. Onlar da yəqin ki, öyrəndiyi, insanın öyrəndiyi modeli daha sonra tərk eləməyə çətin olur. Yəqin ki, o vulqar sözlərə də xoş gələn insanlar öyrəniblər. Bəli, bəli. Belə bir yola çıxırıq ki, hər şey evdən, yenə də ailədən başlayır. Mən bu gün bilməzdim ki, influencer məsələsində mütləq ailəyə də toxunacaq. Doğrudan da hansı ailə, hansı evdən gəlməyimiz də önəmlidir. Bundan əlavə sizin əməkdaşlıqlarınız bayaq qeyd elədiniz ki, beynəlxalq deyəsən əməkdaşlıqlarınız da olur. Bəli, bəli. Onlar haqqında bilmək istərdim ki, necə olur? Beynəlxalq əməkdaşlıqlar üçün beynəlxalq keyfiyyət lazımdır. Çünki yəni bilirəm insanlar düşünəcək yenə başladım özümü tərifləməyə, amma həqiqətən çünki mən keçdiyiniz yolu deyirsiniz də. Bu işdə mən həm yəni necə ki filmdə aktyor var, bir də ki rejissor var. Mən hər iki tərəfdən buna baxdığıma görə də həm yəni bir marketoloq olaraq baxdığıma görə buna, həm o işin içində olan bir şey olaraq baxdığıma görə maksimum dərəcədə keyfiyyəti saxlayıram ki, beynəlxalq standartlara uyğun olsun. Və ümumiyyətlə Amerika Birləşmiş Ştatlarından söhbət gedirsə, demək olar ki, onların heç birində şirkətin özü əməkdaşlıq eləmir, yəni. Onların özü məşğul olmurlar. Onlar müəyyən agentliklərlə və yaxud şirkətlərlə işləyirlər ki, PR şirkətləri olur, onlar influencerləri tapırlar onlar üçün. Baxın, o şirkətlərlə işləyəndə artıq sənin qapıların bütün beynəlxalq şirkətlərə açıq olur. Əgər kontent beynəlxalq standartlara uyğundursa, beynəlxalq əməkdaşlıqlar da almalı olur. Bəli. O zaman siz kontent düzəldəndə həm də həmin o standartları da nəzərə alırsınız. Bəli, bəli. Məsələn, mən bu günə qədər, bu podkasta qədər xəbərsiz idim ki, müəyyən standartlar var. Çünki elə bir marka görmüşəm ki, marka özü mənə yazır. Siz dediyiniz kimi agentliklə işləmək əslində həm də markanın işini yüngülləşdirir. Amma bəzi təəssüf ki, Azərbaycandakı markalar buna əlavə pul itkisi kimi baxır. Amma bilmirlər ki, onlar həm də vaxt itirirlər. Bəli. Son olaraq ümumiyyətlə sizdən bilmək istərdim ki, tövsiyəniz nədir? Əməkdaşlığa biz başlayanda necə davranmalıyıq? Birinci, pula mı meyl eləməliyik, yoxsa kontent müzakirəsi mi? Yəni bu işin etikası necə olmalıdır? Bu işin böyük bir etika çərçivəsi var və bu işin böyük bir qaydası var, hansı ki Azərbaycanda əməl olunmur. Bilmirəm fikir vermişdiniz yoxsa yox. Bu yaxınlarda mənə bir blogerin videosunu atmışdılar ki, o video çəkib paylaşmışdı ki, mən əməkdaşlıqlar axtardım, ayaqqabı əməkdaşlığı, videoqraf əməkdaşlığı. Xonça da deyəsən. Bəli, bəli, bəli. Bu sahənin bir faciəsidir. Mən evlənirəm, mənə dəstək olun filan. Bəli, bu sahənin böyük bir faciəsidir. Təsəvvür eləyin ki, həkim ürək hardadır bilmir, aşpaz qayğanaq necə bişirirlər bilmir. Yəni bu sahənin çox böyük bir biabırçılığıdır bu. Yəni insanlar doğru yolu öyrənməlidirlər. Məsəl üçün influencer özü də şirkətə müraciət edə bilər əməkdaşlıq üçün. Agentliklərə ayıb bir şey yoxdur. Ayıb bir şey yoxdur, amma düzgün qaydasını bilmək lazımdır ki, yəni onu dilənçilik kimi yox, qaydası necədirsə, məsəl üçün media kit hazırlanır. Marketing proposal deyilən bir şey var, influencer tərəfindən. Düzdür, Azərbaycanda o qədər də yaxşı bilinmir deyə elə şeylər. Hər şeyə media kit deyirlər. Məsəl üçün mən media kit hazırlayıb, məndə 10 səhifəlik bir media kit. Amma inanın ki, mən onu göndərməyə
fürsətim belə olmur. Çünki Hə. şirkətlər özləri müraciət edirlər mənə. Amma misal üçün mən tutaq ki, hansısa bir şirkətlə əməkdaşlıq etmək istəsəm, tutaq mən bu yaxında öz ofisimiz üçün kompüter aldım. Qiyməti də Hə. heç çox ucuz bir kompüter deyil. Təxmini 2500 manat qiyməti var idi da. Mhm. Mən nə edə bilərdim? Mən media kitimi göndərə bilərdim agentliyə, texnologiya şirkətləri ilə işləyən agentliyə və deyərdim ki, bizim ofisimiz üçün belə bir kompüter alınmalıdır. Siz hansı şirkətlərlə mənə əməkdaşlıq verə bilərsiniz də? Yəni Mhm. biz əlaqə saxlaya bilərik və onlar ya mənə endirim eləyə bilərlər ya da ki, barter qarşılığında. Amma eləmədim. Bilirsiniz nəyə görə eləmədim? Çünki Azərbaycanda bu tamamilə qaydasından çıxıb. Tamamilə bunun bütün üslubunu itiriblər. Artıq şirkətlərə yaxınlaşanlara şirkətlər tərəfindən dilənçi adlandırılır. Bəli. Ona görə getdim, öz pulumu verdim, kompüterimi aldım. Çünki çox həddindən artıq cızığından çıxıblar deyə müəyyən qaydaları da yerinə yetirmək olmur bu ölkədə. Bəli, mən də bunun fərqindəyəm. Hətta yenə deyirəm, bu agentliklərlə əməkdaşlıq eləməyə o qədər belə qəribə, o qədər üstdən aşağı, o qədər ayıb bir şey kimi baxırlar. Mən gəlib agentliyə yazacağam. Əslində agentliklə işləmək mən düşünürəm ki, bizim Cavid bəylə bir işlərimiz agentlikdə var idi. Gözəl bir şam yeməyində bizi dəvət eləmişdilər. Türk şirkəti nəzərdə tuturam. Bəli. Bəli, bizim eyni o yerdə olduğumuz agentlik var idi. Bəli. Agentlik o qədər influencerə qayğı göstərir ki, həmin o görüşlərdən, həmin o təkliflərdən sonra artıq adam daha da ürəklənir ki, Bəli. nə yaxşı, mən belə qayğı görürəm, dəyərli hiss edir adam özünü. Başlanğıcda qeyd etdiyim kimi mütləq sizin bir karyeranız olmalıdır. Influencerlik, blogerlik gələcəyi yoxdur da bunun. Yəni bu Qeyri-müəyyəndir biraz. bloger deyib, influencer deyib ortada gəzə bilmərsən. Heç bir Bəli. yerdə hörmətin olmayacaq. Mütləq şəkildə bir ixtisasın olmalı. Necə ki siz jurnalistsiniz, mən marketoloqam və məni yəni kimsə soruşanda mən baxmayaraq ki, mən marketoloq karyeramdan daha çox blogerlik karyeramdan pul qazanıram. Amma mən heç vaxt özümü təqdim edəndə demərəm ki, mən blogeram. Çünki Azərbaycanda bunun standartlarını çox azaldıblar. Çünki mən blogeram desəm, məni tanımayan adam, məni müşahidə edə bilməyən adam fikirləşəcək ki, görəsən hansı cüründəndir bu? Necə blogerdir bu? TikTokda aşağı səviyyəli hərəkətlər edən bir insandır, yoxsa daha kontentin keyfiyyətinə fikir verən bir insandır. Yəni ona görə mütləq şəkildə ixtisasınız olmalıdır, karyeranız olmalıdır, öz bazanızı qurmalısınız. Ondan sonra artıq hər sahədə olduğu kimi sosial medianı da öyrənməlisiniz. Oradan həm əlavə gəlirlər əldə edə bilərsiniz və yaxud öz işinizə uyğun olaraq müştərilər əldə edə bilərsiniz. Amma mütləq şəkildə sosial medianı istifadə etməmişdən əvvəl öz karyeranızı qurmaq lazımdır. Bu gün mağarada influencer olmağın, ümumiyyətlə bu sferanın niyə məşhur olması, niyə insanların meyil eləməsi haqqında danışdıq. Eyni zamanda ən qaranlıq hissələrinə də toxunduq. Belə düşünürəm ki, əgər influencer olmaq istəyən gənclərimiz varsa, bu günə etibarən biraz daha düşünüb daha dəqiq qərar verəcəklər. Sən isə mağarada qalmağa davam elə, çünki bundan sonraki buraxılışlarımız düşünürəm ki, bundan daha çox sənə toxuna bilər. Abunə olmağı unutma. Hələlik.